Sabotajçılar, sabotaj hər hansı bir ölkənin iqtisadiyyatını tənəzzülə uğratmaq məqsədi ilə həyata keçirilən onun siyasi hakimiyyətinə və əhalisinə qarşı yönəlmiş diversiya aktıdır. Yəni təxribatdır. Ölkə iqtisadiyyatına qarşı yönəlmiş bu təxribat düşmən ölkənin və ya ölkələrin kəşfiyyat qurumları və ya diversiya qrupları tərəfindən və ya ölkə daxilindəki müxalif düşmən qruplar tərəfindən həyata keçirilir. Sabotajçılar misal olaraq xalqı dövlətə qarşı qaldırmaq məqsədi ilə ötən əsrin əvvəllərində qonşumuz Rusiyada baş verən olayları göstərə bilərəm. Həmin vaxtlar bolşeviklər çar hökumətinə bir qədər sonra isə burjua hökumətinə məxsus sənaye müəssisələrinə, kənd təsərrüfatı sektoruna süni əngəllər törədir. Taxıl ambarlarını və əkin sahələrini yandırır. Süni əngəllər törədirlər. Bizə düşmən olan ölkələr Ermənistan və adını çəkmədiyim digərləri və ya bugün doğma vətənimizi Azərbaycana paxıllıq edərək onu zəif düşürmək və rəzil özündən asılı quruma salmaq və nəhayət onun sərvətlərinə yiyələnmək üçün artıq 35 ildən artıqdır bir müddətdir ki, bizə qarşı sabotaj fəaliyyəti ilə məşğuldurlar. Bunlar xarici düşmənlərdir. Düşmənin də məqsədi öz düşməninin və ya özünə düşmən hesab etdiyi ölkənin zəiflətmək və sonda özünə tabi etməkdir. Bu düşmənlərin məqsədi və məramı bizə aydındır. Bu növbəti çıxışımda mən sizə yuxarıda sadaladığım kateqoriyaya aid olmayan digər növ sabotajçılardan sapı özümüzdən olan baltalardan yol polisi əməkdaşlarından bəhs etmək istəyirəm. Daha konkret olaraq desək, Biləsuvar rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları bütün əndazələrini aşmış, artıq azğınlıq həddini də ötüb keçmiş qanunsuz və Allahsız əməllərindən danışmaq istəyirəm. Rəsmi iş yeri və işsiz statusu olmayan min bir bəhanə ilə ünvanlı sosial yardımdan məhrum edilən, özü acından ölməmək və ya ailəsini acından ölməyə qoymamaq üçün metallom yığınından ibarət motosikletləri ilə cəmaata yük daşımaq hər gün dilənçinin qazandığından da bir neçə dəfə az, yəni 5-10 manat qazanan motosikletçilərin çörək ağaclarını onların əlindən alaraq cərimə meydançasına apararaq, sonradan onlardan 400-700 manat rüşvət alaraq motosikletlərini geri qaytaran Biləsuvar yol polislərinə görəsən nə ad vermək olar? Siz onlara ad tapmağa çalışın. Mən isə yenidən sabotaj mövzusuna qayıdım. Əziz həmvətənlərim, 1995-ci ildə mərhum ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmış kolxozçuların və sokotçuların islahatı haqqında fərmandan sonra Biləsuvarda həmçinin mənim yaşadığım Xırmandalı kəndində pay torpaqlarına sahib olan kəndlilər sevinirdilər ki, nəhayət onlar öz torpaqlarına qovuşdular. Bundan sonra onlar əkib biçəcəklərini, varlandıqlarını xəyal edirdilər. Biləsuvarda əsasən də Xırmandalı kəndində sakinlər üçün pay torpaqları əsasən iki kateqoriyaya üzrə kanal altı və motor altı olmaqla iki müxtəlif yerdən verilib. Xırmandalı kənd sakinlərinin torpaqları kənddən 30 və ya bəzən daha çox kilometr uzaqlıqda yerləşən və böyük və kiçik çərçili adlanan ərazilərdə
yerləşdiyindən burada təsərrüfat fəaliyyəti ilə məşğul olmaq həmin əraziyə toxum, gübrə daşımaq, əkinlərə baş çəkmək və sair həddən artıq baha başa gəlir. Oraya minik maşını və ya taksi ilə getsən, xərclər daha da artır. Məhsulun maya dəyəri artır. Əkin, biçin gəlir gətirmir. Rentabelsiz olur. Məhz buna görə də kəndlilər təsərrüfat üzərində Sovet dövründən qalma və ya heç kim və heç bir sənədi olmayan sınıq salxaq motosikletlərdən istifadə etmək məcburiyyətindədirlər. Həm də bu motosikletlər üçün ehtiyat hissələri tapmaq da mümkün olur. Şimir və İbn Ziyad, Allah onlara lənət eləsin. İmam Hüseynin, Allah ona rəhmət eləsin. Başını kəsməyə hazır olduqları kimi motosikletçilərin də başını kəsməyə, onların qazandıqları qəpik quruşa da əllərindən almaq da daim hazır olan yol polisləri Yezid kimi, Allah ona da lənət eləsin. Daim onların yolunu kəsir, onlara işləməyə, dolanmağa, yaşamağa imkan vermirlər. Bugün Biləsuvarda cərimə meydançasında onlarla motosiklet saxlanılır. Bu motosikletçilər onları geri almaq üçün polisə rüşvət verməyə pulu olmayan binəvaların və ya artıq motosiklet sürməyə tövbə etmiş insanlarındır. İndi yenidən qaydaq sabotaj məsələsinə. Dövlətimizin, ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmək və xaricdən idxalı azaltmaq, aqrar sektoru inkişaf etdirmək üçün kənd təsərrüfatı məhsulları istehsalçıları üçün daimi stimullaşdırıcı tədbirlər həyata keçirilir. Onlara subsidiyalar, güzəştli kreditlər verir. Bütün bu tədbirlər ölkəyə ərzaq bolluğunu təmin etmək məqsədi ilə görülür. Biləsuvarın yol polisləri də isə dövlətimizin bu xoş məramına qarşı çıxaraq çıxışımın əvvəlində qeyd etdiyim kimi sabotajla məşğul olurlar. Bir haşiyə çıxaraq tarixə kiçik bir ekskurs edək. Sabotajçıları ötən əsrin əvvəllərində çar məmurları Sibirə sürgün edir, ağqvardiyaçılar, bolşeviklər və NKVD-çilər isə güllələyirdilər. Həmin dövrlərdə bu sərt tədbirlər sabotajın qarşısına bir sədd çəkmişdi. Səbəbi isə ölüm qorxusu idi. İndi zamana dəyişib. Biz artıq dünyəvi dövlətlik, demokratik dəyərlərə sahiblik, ölüm hökmünü ləğv etmişik. İndi biz bu səbəbdən repressiv metodlardan istifadə edə bilmərik. Bəs onda nə etməliyik? Bu yerdə mən möhtərəm prezidentimiz, Ali Başkomandan, Allah onun canını sağ eləsin, Allah ona ömür versin, komandanımız olan cənab İlham Əliyevə səslənir və ondan xahiş edirəm, yeni nəsil sabotajçıları, Biləsuvar yol polislərini durdurun. Onlar yollarını tamamilə azıblar. Elə bir vəziyyət yaranıb ki, bu polislər nə vətəndaşı olduğu dövlətə təbəlik, nə də ki, onları yaradan Allaha bəndəlik etmək istəmirlər. Məndən deməkdir, tədbir görmək isə sizin səlahiyyətinizə aiddir. İndi özünüz bilərsiniz, günah məndən getdi. Çox gözəl prezidentimiz, Allah sizin canınızı sağ eləsin, Allah sizə ömür versin, ailənizə də ömür versin, su qədər ömrünüz olsun. Çox sağ olun.